İki qız övladın atası olub, amma vətən qarşısındakı borcunu yarımçıq qoymayan Amid Müqabiloğlu Məmmədov 1987-ci il aprelin 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Uşaqlıq və məktəb illərini doğma kəndində keçirib. 1993-cü ildə Şəmistan Şəhvələdov adına Xanlıqlar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbi bitirib. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib, 2007-ci ildə hərbi xidməti başa vurub. 2011-ci ildə yenidən Azərbaycan ordusunun sıralarına qayıdıb və en saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Çavuş rütbəsinə qədər yüksəlib. 2012-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində gizirlik kursuna qəbul olunub. 6 aylıq hazırlıq mərhələsini fərqlənmə ilə bitirib, döyüş maşını komandiri ixtisasına yiyələnib. Həmin ilin noyabr ayından gizir kimi xidmətini davam etdirib. Xidməti illərində nümunəvi fəaliyyəti ilə seçilib. Müxtəlif fəxri fərmanlar və medallarla təltif olunub. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. Döyüş zamanı qolundan yaralanmasına baxmayaraq mövqeyini tərk etməyib. Döyüş tapşırığını yerinə yetirməyə davam edib. 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsində ön cəbhədə yer alıb. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş texnikası sıradan çıxsa da, özü yaralansa da geri çəkilməyib. Son ana qədər döyüş mövqeyində qalıb. Şəhid olmasından bir gün əvvəl Şuşa uğrunda gedən döyüşlər zamanı Xocavənd istiqamətində azad olunan ərazidə Azərbaycan bayrağını sancıb, onu öpərək gözləri üstünə qoyub. 2020-ci il noyabrın 3-də Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, doğulduğu Qazax rayonu Xanlıqlar kənd qəbirstanlığında izdihamla dəfn olunub. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Məmmədov Amid Müqabiloğlu ölümündən sonra vətən uğrunda, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif olunub.